2026-cı ildən salam hər kəsə. Yeni ilinizi təbrik edirəm əziz izləyicilərim. Yeni təqviminiz sizin həyatınızda bol uğurlarla, xoşbəxt olduğunuz anlarla yaddaşınızda qalsın. Ruzi bərəkətiniz, pulunuz daima bol olsun. 2026-cı ilin ikinci vloquna başlayıram. Bu arada kanala yeni qoşulan hər kəsə xoş gəlmisiniz deyirəm. Burada real həyat, sakit anlar, ev enerjisi və xəyallar var. Uzun zamandır mənimlə olanlara isə ürəkdən təşəkkür edirəm. Bu aralar o qədər sevinirəm ki, videolarımın izlənməsi artıb. Bunun üçün isə sizə təşəkkür edirəm. Əgər hələ də abunə olmamısınızsa, kanalıma abunə olun, çox xahiş edirəm. Dəstəyiniz mənim üçün çox vacibdir. Bu gün hava çox dumanlı və soyuqdur, amma buna baxmayaraq çöldə biraz işim var və çıxıram onları həll eləməyə. Vision board üçün stikerlər çıxartmağa gedirəm və biraz alış-verişdən əksik olan ləvazimatlar var, onları alacağım yol üstü. Əslində mən bu stikerləri çox kiçik və balaca çıxartmaq istəyirdim. Sadəcə oradakı xanım onu bacarmadığı üçün dedim eybi yox, böyük çıxartsın, yenə də mən həll eləyərəm. Əgər bu maskaları görüb sizdə fərqli duyğular yarandısa, deməli siz də 90-cı illərdənsiniz. Uşaqlıqdan bu yana mən bu maskaları heç yanda görməmişəm və bu mağazada qarşılaşdım. Həqiqətən çox maraqlıdır. İşimi bitirəndən sonra yollandım marketə, bir-iki əksik qalan əşyaları almaq üçün. Orada da bəzi alış-verişləri elədim, gəldim evə. Dolmalıq üçün bu cür biberləri aldım. İlk dəfədir bu cür biberlərdən dolma hazırlayacağım. Aranızda bu biberlərdən dolma hazırlayanlar varsa yazsın. Dadı şirin olar yəqin ki, bilmirəm necə olacaq indi yeməkdə. Həmişə çünki bu biberləri biz salatda istifadə edirik. İnşallah ki, yaxşı olar. Belə 3 dənəli paçkalardaydı. Təxmini 1 kilo qədər aldım. Bu gün mətbəxdə ənənəvi dadlar var. 3 bacı dolması. Bu yemək uşaqlıqdan bu yana ən sevdiyim yeməklərdən biridir. Mən yemək bişirməyi, xüsusən də dadlı yeməklər bişirməyi çox sevirəm. Bəzən düşünürəm ki, ayrı bir yemək səhifəsi açım və hazırladığım yeməkləri orada da paylaşım. Gecə yemək hazırlamağa. Bəzi vaxtlar olur ki, badımcanları duzla ovduqdan sonra yağda da qızardıram, sonra içini doldururam. Düzdür, çox zəhmətli olur belə, amma dadı həqiqətən möhtəşəm olur. Bu dəfə işim çox idi, bu səbəbdən də əlavə olaraq qovurmadım tərəvəzləri. Bütün tərəvəzlərin içlərini təmizlədim və soyuq su ilə yudum. Daha sonra badımcanların içini duzlayıb bir gecə sabaha duzda saxladım ki, acı suyu çıxsın. Badımcanların çölünə də biraz duz vurdum. Acılığı tam çıxsın deyə, acı qalmasın. Deməli, axşamdan hazırladığım, duzla ovduğum badımcanları yudum artıq, suyunu sıxdım. İçləri belə rahat açılıb. İçlərini dolduracağım artıq mən bunların. Acı suyu da çıxdı, içi də rahat açıldı. Rahat şəkildə doldurmaq olar. Tərəvəzləri hazırlayandan sonra isə keçdim qiyməni hazırlamağa. Bu dəfə fərqli hazırladım qiyməni. İçinə salça, kimyon, qırmızı pul biber və 3 ədəd qırmızı soğan doğradım və bu cür qovurdum əti. Qiymə qovrulandan sonra isə tərəvəzlərin içini doldurdum və qazana yığdım. Dolmaların hamısını hazırladım, içlərini doldurdum. Badımcanları altdan yığdım, dağılmasın deyə belə.
Bir də bu balqar biberlərini də doldurdum. Göstərmişdim sizə videoda. 3 bacı dolması oldu. 3 bacı bir qardaş. Bu da bu biberlərlə bir yerdə. Səhv eləmirəmsə, hansısa bölgələrdə kartoşka da doldururlar bu dolmaların yanında. Sonra kabatiki doldururlar. Bilmirəm dəqiq hansı bölgələrdə. Amma bəzi bölgələrdə bu tərəvəzlərdən də istifadə edirlər dolma kimi. Belə görünüşü çox qəşəngdir. Maşallah. İnşallah ki dadı da gözəl olar. İnşallah. İndi isə keçək tort hazırlamağa. Uzun zamandır tort hazırlamırdım və ətrafımda tanışlarımın çoxu bento və böyük tortlar bişirib satırlar. Mən də uzun zamanda onlardan alırdım. Bu dəfə özüm hazırlama qərarına gəldim. Əvvəlcə biskvit hazırladım. Biskviti 10 yumurta ilə hazırladım. Əvvəlcə yumurtanın ağının içinə bir çimdik duz əlavə edib, köpürüb ağarana qədər yaxşıca mikserlə çaldım. Daha sonra 180 qram şəkər tozunu az-az əlavə edib mikserlə yenə çaldım. Daha sonra yumurtanın sarılarını da əlavə edib yenə mikserlə köpürənə qədər çaldım. Arxasıca 4 xörək qaşığı südü əlavə etdim. Daha sonra 5 stəkan unun içinə 2 paket qabartma tozu və 1 paket vanil əlavə edib yavaş-yavaş biskviti söndürmədən aşağıdan yuxarı doğru qarışdırdım. Mən qarışımı qəlibin içinə yağlı kağız sərib boşaltdım və əvvəlcədən isidilmiş 180 dərəcə sobada 30-35 dəqiqə bişirirəm. Sobanı əvvəlcədən isidin və ilk 25 dəqiqə sobanın qapağını qəti şəkildə açmayın ki, biskvit sönməsin. Biskvit o qədər gözəl şişdi ki, mən 3 yerə böldüm bu biskviti və o qədər gözəl kövrək alınmışdı ki, əlavə olaraq biskviti südlə və ya şərbətlə islatmağıma ehtiyac qalmadı. İndi isə keçək kremi hazırlamağa. Mən krem üçün dekor qaymaqdan istifadə edəcəm. Qaymağı soyuducuda 2 saat saxlayın hazırlamazdan əvvəl. Tam soyuq olmalıdır. Daha sonra mikserlə çırpın. Mən hamısını çırpdım. Amma bu qədər artıq qalacağını bilsəydim, yarısını hazırlayardım. Qaymaq tam bərkiyən zaman bişməmiş, qatlaşmış südü əlavə edib tam bərkiyənə qədər çırpın. Əlavə qalarsa soyuducunun aşağı hissəsində saxlaya bilərsiniz. 1 ay müddətində saxlamaq mümkündür bu hazırlanmış qaymağı. Qatılaşdırılmış südü də əlavə eləyəndən sonra bir müddət yenə qaymağı çırpın mikserlə. Tam qarışsın südlə qaymaq bir-birinə və qaymaq tam bərkiməlidir. Bir müddətdən sonra o kıvamı hiss edəcəksiniz. Tam bərk olandan sonra isə hazırlaya bilərsiniz tortun üzərinə. İndi isə keçək tortu bəzəməyə. Bəzəmək üçün 3 ədəd banan, üyüdülmüş şokolad, malina jelisi və xırda doğranmış qoz götürdüm. Siz zövqünüzə görə bəzəyin. İlk qata malina jelisi, üstünə banan və şokoladı və qozu əlavə edib, üstündən də qaymağı əlavə elədim və bu cür bütün biskvitləri yığdım. Üzərini yenə qaymaqla örtüb bəzədim. Siz tortun içi üçün armud, ananas və sar kimi fərqli meyvələrdən də zövqünüzə görə istifadə edə bilərsiniz.
Bu aralar özümə belə sakit anlar yaratmağa çalışıram. Hər gün hər şeyə çatmaq olmur axı. Bəzən sadəcə dayanmaq lazımdır. Bu videoda tort bəzəyirəm, amma əslində fikirlərimlə məşğulam. Ən çox da daha gözəl necə kontentlər yarada bilərəm, çəkə bilərəm, kanalımı necə böyüdə bilərəm düşünürəm. Həyat da bu tort kimidir əslində. Əvvəl qarışıq olur, sonra yavaş-yavaş formaya düşür. Tələsməyən hər şey öz yerini tapır. Bəzən planlaşdırdığımız kimi getmir. Nəsə artıq olur, nəsə çatmır. Amma artıq buna görə özümü sıxmıram. Öyrənmişəm ki, hər şey mükəmməl olmaq məcburiyyətində deyil. Çox sevdiyim bir söz var. Deyilir ki, mükəmməl hatalıdır. Bu günlər sadəliyə daha çox dəyər verirəm. Az söz, az səs, az gözlənti, daha çox rahatlıq. Özüm üçün bir şey etmək mənə yaxşı gəlir. Kimsə üçün deyil, sadəcə özüm üçün. Bu da elə onlardan biridir. Hər kəsin öz tempi var. Mən də öz tempimlə gedirəm. Bəzən yavaş, bəzən dayanaraq, amma davam edərək. Video bitir, tort hazırdır. Amma həyat isə davam edir, sakit-sakit. Əgər sən də bu videoda özündən biraz tapsan, demək ki, tək deyilsən. Tortun üstünü rəngli konfetlərlə və şokoladla bəzədim. Yoldaşımın və özümün baş hərflərini yazdım. Mənim baş hərfim biraz kənara düşüb, tam hesablaya bilmədim bəzəyərkən. Amma məncə çox gözəl oldu həqiqətən, dadlı idi. Həqiqətən düşünürəm ki, tez-tez hazırlayaram. Süfrəyə gələn o dadlı yeməklər təkcə bişirməklə bitmir. Kənardan baxanda hər şey çox asan və rahat görünür. Amma hər yeməyin bir pərdə arxası var. Hər şey alış-verişdən başlayır. Torbalar, məhsullar, seçimlər, sonra mətbəxdə saatlarca ayaq üstə qalmaq, doğramaq, qarışdırmaq, bişirmək, dadına baxmaq. Eyni anda bir neçə yeməyi bişirməyə çalışırsan bəzən vaxtla yarışıb. Yemək süfrəyə gəlir, hamı yeyir, çox dadlıdır deyəndə isə bütün yorğunluğum bir anlıq unudulur. Amma iş bununla bitmir. Əsl pərdə arxası iş elə bundan sonra başlayır. Qazanlar, tavalar, boşqablar, süfrə və yer hamısı yenidən təmizlənməlidir. Bəzən yeməyin özündən çox arxasındakı iş yorur adamı. Arzular panomu otaqda ən çox gözümə dəyən bir səmtə asdım. Çox gözəl görünürlər bu cür. Görəsən bütün bu niyyətlərimizi yaşasam necə hiss edərəm? Maşınımız biraz çirklənmişdi. Yolda bir avtoyumada yoldaşım təmizlədi və çiçək kimi oldu maşınımızda və yollandıq bayram günü anamgilə və qohumlara getdik. Bayramın bu tərəfini də çox sevirəm. Səbəbsiz bir sevinc olur insanda və qohumları ziyarət etmək ayrı bir gözəl duyğudur. Gecə isə öz evimizə qayıtdıq. Bayramın davamını öz evimizdə keçirmək üçün və Gəncədə yaranan bu atəşfəşanlıq saat 12-ni vuranda mən susum, məncə görüntülər danışsın. Həqiqətən mükəmməl idi. Bir daha bayramınızı təbrik edirik. Kanalıma abunə olmağı unutmayın. Hələlik yeni vlogda görüşənədək.